Mən həmişə xalqıma, cəmaətimə xidmət etmişəm və bundan sonra da edəcəm. Hacıqabul rayonunun Talış kənd sakini Usubov Zaur Əlisəfoğlu'nun Kanal 21 internet televiziyasına etdiyi şikayətlə bağlı qarşı tərəfdə açıqlama verib. Şikayətlə münasibət bildirən Ağayev Səməd Ağa Qasımoğlu qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 3-cü dərəcəli əmək ordeni ilə təltif olunub. Onun sözlərinə görə fəaliyyəti əsasən kənd təsərrüfatı sahəsinin inkişafına dəstək göstərməkdən ibarətdir. Ağayev Səməd Ağa Qasımoğlu bildirib ki, 2018-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur və kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə dövlət xətti ilə kombayn və traktor götürərək fermerlərə xidmət göstərir. O həmçinin qeyd edib ki, istifadə etdiyi texnikaları yağışdan, istidən və erosiyadan qorumaq məqsədi ilə 2018-ci ildən yarımçıq tikili inşa edib. Bildirilib ki, həmin tikilinin sənədləşdirilməsi üçün də müvafiq qurumlara müraciət olunub. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Ağayev Səməd Ağa Qasımoğlu Talış kənd sakiniyəm. Mən əvvəlcədən ictimaiyyətə bildirmə, danışıq vermədən öz fikrimi bildirim ki, mənim yaddaşım biraz zəifdir. Onunla bağlı özüm deyəcəklərimi bir vərəqə yazmışam, oradan da müraciətimi bildirəcəm. Mən mətbuat vasitəsilə cənab Prezident İlham Əliyevə və adiyyəti üzrə dövlət orqanlarına, rəhbər şəxslərinə müraciət etməkdən məqsədim ondan ibarətdir ki, qonşum Talış kənd sakini olan Usubov Zaur Əlisəfoğlu mənim barəmdə mənfi yanlış məlumatlar bildirməsindən bağlı mən öz fikrimi bildirmək istəyirəm. Əvvəlcə bildirmək istəyirəm ki, mən cənab Prezident İlham Əliyevin sahibkarlığı inkişaf etdirilməsindən bağlı verdiyi göstərişləri yerinə yetirən bir vətəndaş kimi mən xalqıma, dövlətimə xidmət edirəm. Xidmətim ondan ibarətdir ki, kənd təsərrüfatının inkişaf etdirilməsindən bağlı hər bir işdə dövlətimin yanındayım. Göstərdiyim sahibkarlıq fəaliyyəti ilə xidmətlərimə bağlı cənab Prezident tərəfindən 3-cü dərəcəli əmək ordeni ilə təltif olunmuşam. Bu orden, bu da mənə verilən vəsiqə. Xahiş edirəm, qiymətləndirilsin. Lakin qonşum göstərdiyim fəaliyyətimlə bağlı özündə mənə qarşı mənfi fikir yaratdığı üçün və uzun müddət qonşuluq münasibəti pis olduğunda mənim dövlət xətti ilə götürdüyüm texnikaların gündən, yağışdan və eroziyadan qorunmasından ötəri tikdiyim tikililərlə bağlı mənfi yanlış fikirlər bildirib və həmin tikililəri 2018-ci ildə tikmişəm. Bunu da bildirmək istəyirəm ki, mənim yaşadığım yerin yanından keçən zinəlik arxı olub və həmin arxda texnikalarımı sığınacağa keçirmək üçün 400 mm turba atmışam. Mən heç bir şor su kollektorunun ərazisini zəbt etməmişəm. Qonşum mənim barədə söylədiyi fikirlər yanlış, şər böhtandır. Xahiş edirəm ki, mən əmək ordenli vətəndaş kimi dövlətimə, xalqıma öz mövqeyimi çatdırmaq istəyirəm. Mən həmişə xalqıma, cəmaətimə xidmət etmişəm və bundan sonra da edəcəm. Mən tikdiyim tikililərin sənədləşməsinə bağlı adiyyəti dövlət orqanlarına müraciət etmişəm. Kanal 21 olaraq məsələni diqqətdə saxlayacağıq.